Tərəzilər imtahanda ümumiyyətlə sadə mövzulardan biri sayılır. Həm magistr, həm də dövlət qulluğu imtahanlarında. Belə deyim, o qədər də çox sıxıntılı bir mövzu deyil. Biraz bir neçə qaydanı bilsəz kifayət eləyər. İndi, bax, tərəzilərdə ümumiyyətlə hər zaman nə edir? Sual tipləri var, hansı ki, bu cür tərəziləri sən bir neçə yolla həll edə bilərsən. Hansıdır onlar? Məsələn, bax, bu cür tərəziləri ya əvəz etmə, ya da toplama qaydaları ilə eləyə bilərsən. Əvəz etmə nədir? Bilirəm ki, 3 dənə K-mız 2 dənə L deyil. Mən burada 3 dənə K-nı pozub yerinə nə yazaram? 2 dənə L yazaram da, düzdürmü? 3K-mız 2 L daxı, bu 3 dənə K-nı pozub yerinə yazaram 2 dənə L. 1 M-im 2 dənə L-dirsə, bəs 2 dənə M neçə dənə L olacaq? Olacaq 4 dənə L. Bax, bu bizdə əvəz etmə qaydasıdır. Bu təbii ki, çox sadə bir sualdır. Bunun məsələn bir daha çətin versiyaları var. Bax, tutalım bu sual. Burada nə edirik? Baxıram ki, bax, K-mız nədir? ML deyil. Birinci tərəzdən K-nı pozub yerinə nə yazaram? ML. Yəni LM, ML, eyni şeydir. Burada MM var, ha. Bunlar arasında toplama işarəsi var, elə bilir. Bir K-mız ML deyil. Buradan K-nı pozub yerinə yazıram ML. Və tərəzinin hər iki gözündən ixtisarlara aparıram. Hər iki gözündən M-ləri silirəm. Yəni. Alınır M bərabərdir 2 elə. Bizdən 2 də el istəmir zaten, cavabım olur. Biz buna deyirik əvəz etmə qaydası. Ki, yəni müəyyən bir o vaxtı riyazi cədvəllərdə var. Hər hansısa bir düsturu götürüb neyinsə yerinə əvəz edib qoyursan. Bax, elə bir üsul. Məsələn, baxıram bu suala. Z nədir? X, X, Y deyil. Gətirib buradan Z-i pozub yerinə yazaram. X, X, Y. Buradan da Z-i pozub, Z yenə X, Y. Bax, bu Z-i də pozub yerinə yazıram. X, X, Y. Və bu tərəzilərdə nə edirəm? Hər ikisini ixtisar aparım. Bax, məsələn, X-lar getdi. 2 dənə Y-ım buradan getdi. Nə qaldı birinci sol tərəfdə? Y bərabərdir 3 dənə X-a. Bizdən zaten 3 dənə X istəmir, cavabım olur 1 dənə Y. Tamam, bax, bu əvəz etmə qaydası. Bunun gəlin lap mən sizə biraz daha çətin versiyalarını göstərim. Bunlar nisbətən rahatdır. Bəzən əvəz etmə qaydasını bax bu formada da verə bilər. İndi bir-iki sual da deyim, sonra birazdan az sonra sizdən soruşacağım. Məsələn, bax, görürsünüz fiqurlarla verdim. Mən telefona P deyəcəm, zəngə Z deyəcəm, qələmə də Q deyəcəm. İndi. Baxıram ki, 2 dənə qələm 4 zəngdirsə, onda mən deyə bilərəm ki, bir qələmimiz nədir? Bir qələmimiz bərabərdir 2 dənə zəng. Düzdür? 2 qələmimiz 4 zəngdirsə, bir qələmimiz nədir? 2 dənə zəng. Gətirib birinci tərəzdə, bax, bu zəngləri apardım. Axı bir qələm 2 zəngdir. Mən burada Telefon qələmlə, bərabər. qələmlə zəngləri də aparıram. Qələmlə zənglər bərabərdir 2 dənə zəng. Baxıram ki, bəli, telefon bərabər olur zəngə yazıram. Telefon bərabər oldu zəngə. Deməli, burada zənglə telefon nədir? Bir-birinə bərabər imiş. İndi. Gəlirəm nəyə? Bax, e, qələmimiz 2 dənə zəng deyil. Bax, buradan qələmi pozur. Yerinə yazıram 2 dənə zəng. Alınır telefon, zəng. Baxıram ki, elə bir cavab yox. Axı, mən telefonla zəngin bərabər olduğunu bilirəm. Mən bu 2 dənə zığların yerinə ola bilərmi ki, 2 dənə tığları yazım? Olur, cavabım 3 dənə tığ. Yəni 3 dənə telefon. Çətin gəlmədi bu sual. Xeyr. Yəni, bax, biz bunu əvəz etmə qaydaları ilə həll edirik. Məsələn, baxıram bu suala. Ümumiyyətlə, tərəzilərdə ixtisar gedən varsa, Bakıdan ixtisar etmək daha məqsədə uyğun olar. Düzdür, tərəzilərdə indi birazdan digər versiyalar da var. Alt-alta toplama, çarpaz toplama, qiymət atmaq falan. O yollarda biz istifadə edirik. Məsələn, baxıram nəyə?
Bax, birinci tərəzidə hər iki tərəfdən S-ləri sildim. Buradan S getdi, buradan da S getdi. Nə qaldı? 4 dənə S bərabər olub 2 dənə K-ya. 4 S'imiz 2 dənə K-dır. İndi tapa bilirəm ki, 1K-mız onda 2 dənə S-dir. Çünki 2K-mız 4S-dirsə, 1K-mız 2S. Gəlirəm indi buradan K-ları pozaram. L-ləri də pozaram. Burada nə alıram? L-miz də bərabər oldu 2 dənə S-ə. L bərabərdir 2 dənə S. Mən Burada baxıram K ki, ilə K da bərabər 2 deyil. dənə S-dir, L də 2 dənə S-dir. Buna nə nəticə çıxa bilərsinizsə? K bərabər deyil. Hı -hı. Cevap K müəllim. Ay Verildi. son. Deməli, K da 2S-dir, L də 2S-dirsə, deməli K ilə L bir-birinə bərabərdir, ikisi də eyni şeydir. 3 dənə L-in yerinə onda 3 dənə K deyə bilərəm, değil mi? Mən bildim axı K ilə L bir-birinə bərabərdir. Tamam. Tamam. Bax, bunlar əvəz etmə qaydaları. İndi mən sizə bir neçə sual verəcəm. Bir dənə bu sualı hesablayın, amma cavabı çata yazın. Deməli, baxaq. Bax, birinci tərəzidən C-ləri aparıram. Qalır 2A, 2C bərabərdir 2B-yə. Və 2B-miz AA, CC-dirsə, bir dənə B-miz nədir? AC. 2B-miz 2A, 2C-dirsə, 1B-miz AC. 1B-miz AC-dirsə, heç nə. Gətirib birinci də ikinci tərəzdən 1 və B-ni pozub yenə yazaram AC, yəni C ilə A yazaram. A-lar getdi. Qaldı 4 dənə C, 2 dənə A-dır. 4C-miz 2A-dırsa, deməli 2 dənə C-miz 1A-dır. Yəni 2A-mız 4C-dirsə, 1A-mız 2C-dir. 1A-mız 2C deyil. Buradan A-nı pozub yerinə yazırsam 2C. Cavabım olur 3 dənə C. Olur belə. Məsələn, görək burada nə var. Məsələn, baxıram bu suala. 2 dənə M, 6 dənə L-dirsə, deməli 1 M-miz 3 dənə L-dir. Hə, indi. Buradan L-ləri silərəm. Qalır 2K-mız nədir? L, M. Belə. Bax, burada da M-miz 3 dənə L deyil. Buradan da M-i pozub yerinə 3 dənə L yazar. Qalır 2 dənə K nəyə bərabərdir? 5 dənə L-ə. Elə 2K-nın istəmir cavab olur 5 dənə L. Bəli, olur Y bəndi.
Bu rahat sual. Məsələn, baxa görə başqa nə var burada? Hə, bax bunlar əvəz etmə qaydaları. İndi bir dənə sizə sual göstərəcəm. Düzdür, dövlət qulluğunda bu formalı sual demək olar istifadə olunmur o qədər də. Daha çox magistr, yüksəliş tipli imtahanlarda istifadə olunur bu sual forması. Amma sadəcə nədir? Ola bilər ki, istifadə olunur. Bilməkdə fayda var. Söhbət bu sualdan gedir. Bax, belə əgər uzun uzadı, necə deyərlər, sənə şey verirsə, e, belə əcaib fiqurlarla verirsə, sən bunları əvəzləməklə. Bax, mən buna deyirəm A fiquru, buna deyirəm B. Bunlar da olsun C, C. Buna deyirəm B, B demişəm, bax, buna da deyirəm D, bu olur Y. Buna deyirik Y, Y. Bu da olur C, D. Bizdən istəyir A-nı. Baxın, bizdən əgər A-nı istəyirsə, biz nə edirik? A bir dənə bizdə birinci tənlikdədir, əsas, düzdür, birinci tərəzdə. Mən bu birinci tərəzini açmalıyam ki, bu C-ləri zad açmalıyam ki, biraz ixtisar zad geçsin. Bax, belə sualları əvəz etmə üsulu ilə həll edirsən. Bu nə deməkdir? Məsələn, bu nə deməkdir? Bax, baxıram ki, Y-miz BD deyil. Mən bu tənlik var ha, yazılan qıraqdan. Y bərabərdir nəyə? CD-yə. Bilirəm axı Y-miz BD-dir. Bax, buradan Y-nin birini saxlayıram. Digər Y-nin yerinə nə yazıram? BD. Bərabər olur CD-yə. Ki, hansı ki Y-miz BD-dir, axı Y-nin bir dənəsi yerinə BD yazdım. Hə, indi nə edirəm? Gətirib birinci bu tərəzidən D-ləri aparıram. Nə qaldı? C bərabər olur BY-yə. Əgər C-miz BY-dirsə, mən bu tərəzidən C-ni pozub yerinə nə yazaram? BY. Və nə oldu? B-lər də getdi. Qaldı A bərabərdir C-yə. A-mız bərabər oldu C-yə. A-nı istəmir. Cavab olur bir dənə C, bir dənə Y. Yəni Y bəndi. Bu cür yazırsan və əvəz etmə qaydası ilə nə edirsən? Həll edirsən bu sualları. Tamam. Şimdi gəlin sizə bir dənə bununla bağlı bir sual göstərim. Söhbət bu sualdan gedir. Bir dənə buna baxın. Müəllim cavab A-dır orada. Yo, A deyil.
Bax siz fikirləşəncə mən də bax burada sizə kömək olsun deyənə yazıram. A, B, bunlar da olsun C, C. Buna deyirik C, bunlar da olsun D, D. Buna deyirik Y, bunlar olsun D, bu da olsun DF. Buna deyirik, bu bizdə deyil də D, bu olsun F, bu da olsun B. Bizdən A-nı istəyir. Necə edə bilərik sizcə? Hardan başlayaq? Bax, belə suallarda tək olan hərflər var ha. Onlar adətən əvəz etmədə istifadə olunur. Baxıram ki, Mən bax, bir, A-nı istəmir. Aha. birinci ilə mənim C-nin yerinə D qoydum. Ayşə, bax, gəl bu tənliyi yazın. Ayşə, AB bərabərdir CC deyir. Və çox vaxt tələblər nə edir? Götürür səhvən. Bax, C-miz DD deyil. 2C-nin yerinə promot 4D yazır. Düz ya bu sualda elə 2C-nin yerinə promot 4D yazmalısan. Başqa cür alınmır. Amma həmişə heç vaxt elə eləməyin. Mərhələ. Bax, C-miz DD deyil. Bax, bu C-nin birini qarışıq pozuram mən. Yenə nə yazıram? DD. Baxıram ki, bax, başqa C variantlarda zaten C yoxdur axı. Ola bilər abi, misal üçün bu C-nin biri qalar, biri əvəz olunar, qalsın. Onsuz da bu sualda əvəz olunmayacaq. Qalmayacaq C. Gəl bu C-nin də yerinə pozulan yazılan D-dir. D. Tamam. Olur AB-miz 4 dənə D. İndi mən nə edirəm? Bax, başqa gedə bilmirəm. Baxıram ki, D-miz FB-dir axı. Bax, gəl yazıram. AB bərabər. D-miz FB deyir. Bax, 3 dənə D-ni saxlayıram hələ ki. Bir dənə D-nin yerinə nə yazıram? FB. FB. Buradan B-lər getdi. Alındı A bərabərdir DDDF. Və baxıram ki, DF-in yerinə mən yaza bilərəm də Y-dir. Düzdürmü? DF-in yerinə Y yazar. Olur DDY. Bu da bizə kömək olmur çox. Ona görə bax, bu D-lərin yenə birini ixtisar aparırsınız. Bax, təbii ki, D-miz FB deyil. Bir dənə D-ni pozub yerinə FB yazdım. Bax, bu D-ni də pozub yerinə yenə yazıram FB. Görün nə çıxacaq. Bax, DF var, bir dənə də DF var. 2 dənə DF oldu da bizdə. Yazıram A bərabərdir. 2 dənə DF, bir dənə B. DF-im Y deyildi. Yəni olacaq 2 dənə Y. DF-lər Y-dir axı. Bir dənə də B. Cavab olacaq B, Y, Y. Yəni D bəndi. Tamam. Düzdür. Burada əvəz etmənin o ki, artıq bir çətin versiyasıdır. Ki, əvəz etmə qaydası. Bəli. İmtahanda xeyli vaxt aparacaq bu tip suallarla əlləşmək. Yox, bu sual sadəcə mən sualı sizə göstərməkdə məqsədim odur ki, yəni əvəz etmənin maksimum çətin versiyası bu cürdür. Dövlət qulluğuna bu cür çətin düşmür. Sadəcə bu biraz model sual tipidir ki, yəni hər kateqoriyaya hazır olaq biz. Yəni bu sualı sadəcə yəni tanışlıq məqsədindən göstərirəm sizə ki, əvəz etmə bax bu suallarda zaten daha çox keçərlidir. Bax, məsələn, artıq bu sualda əvəz etmə qaydası alınmır. Niyə? Əvəz ediləsi nəsə yoxdur, görürsünüz. Əvəz etmə qaydası alınmayanda keçirsən ikinci üsula, toplama üsula. Toplama da iki cür olur. Ya alt-alta ya da çarpaz. Bax, indi bu məntiqini deyim də mən sizə. Atıram ha özümdən. Məsələn, bu tərəzim 15-dirsə, bu gözüm də 15 olmalı da normal. Məsələn, bura 10-dursa, məsələn, burada 10-dur. Rəqəmləri özümdən atıram, ümumi. Bax, tərəzilər iki cür toplanırlar. Ya alt-alta ya da çarpaz. Niyə alt-alta? Bax, bu ikisini birləşdirəndə nə olur? Olur 25. Bunları birləşdirəndə nə olur? Olur 25. Alt-alta toplama budur. Və çarpaz toplama nədir? Bax, bunları toplayıram nə olur? 25. Bunları toplayıram nə olur? Yenə olur 25. Bax, bu da olur çarpaz toplama. Tərəziləri heç vaxt bu cürlə toplaya bilməzsə, belə şey olmur. Bəzən tələbələr belə qarışdırırlar. Belə şey yox. İndi, bax, mən hardan bilim bunu alt-alta mı toplayım, çarpaz mı? Bəzən suallarda bunu bilirsən. Bəzən isə bilmirsən. Bilməyəndə qardaş, uzaqbaşı birini yoxla başla. Yəni birini elə almasa o birisini eləyərsən. Amma burada bilmək olur. Niyə? 3 dənə T-ni istəmirsən nə?
Baxıram ki, T'lərin ikisi buradadır, biri burada. Üçünü də bir yerə necə yığaram? Alt-alta toplamaqla, düzdür? Elə bil ki, mən bu SST-ni götürüb atıram bura. SST. İki dənə tərəzini birləşdirirəm. O bir yerə, bir qaba yığıram. O birisine oxşuyur. Zaten valideynlər deyir, misal üçün. E, Tam iki dənə ayrı qablarda biraz yemək qalır. Götürüb tökürlər üst-üstə birləşdirirlər ki, deyir, o deyir, qoralıb axşam atan gələndə yeyər. Yəni, ikisi tərəzini birləşdirirsən ki, ümumi bir dənə tərəzi halına düşür. İndi bunları topladı. Bak bunları götürüp buraya yazdım. Burada da bunları götürüp buraya yazarsın. PP değil. Buraya yazılan P ile P. Ha, indi. Baxıram nəyə? Bax, S'lər getdi buradan. Düzdür. P'lər də getdi. Burada nə qaldı? 3 dənə T. Nəyə bərabərdir? SP-yə. 3 dənə T'nin istəmir, cavab elə olur SP. Bəli. Olur B'lər. Bax, bu oldu alt-alta toplam. C oldu değil mi cevap? Ha, SP. C bəndi. Ben Qalan bir şey var. değil mi abi? Məsələn, şəxsən mən hələ ki bu tərəzidən bilmirəm necə eləyəcəm. Amma bilirəm ki, ixtisara aparılmalıyam. Bax, birinci tərəzidən A-lar getdi, B-lər getdi, bir də C-lər getdi. B ilə getdi, bu da C getdi. Burada nə qaldı? D bərabərdir B-S-ə. Bax, gəl yazıram. D bərabərdir B-S-ə. İkinci tərəzidən. Buradan B-lərim getdi. Nə qaldı burada? AS də bərabərdir DC-yə. AS bərabərdir DC-yə. Sonra nə edəyərəm? Axı D-miz BS deyil. Mən gətirib burada D-ni pozub yerinə nə yazaram? BS. S-lərim getdi. Nə qaldı? A bərabərdir CB. A-nı istəmək cavab olur CB. Yəni D variant AS. Görürsən, ixtisar aparanda bundan sonra baxırsan da sən toplaya da bilərsən, alfa-alfa eləyə bilərsən. Ehtimallar çox. İndi gəlin mən sizə bir dənə sual göstərim. Bu sualla bağlı nə düşünürsünüz? Bax, gəlin bu sualla bağlı sizə qısa bir qızıl qayda deyim.
Düz bu qızıl qayda çox təsadüf hallarda istifadə olunur, çox təsadüfən alınır. Bax, burada neçə dənə hərf görürsünüz? 4 dənə. Burada neçə dənədir? 4 dənə. Görürsünüz, sayları bərabər. Burada neçə dənə hərf görürsünüz? 5 dənə. Burada neçə dənə görürsünüz? 5 dənə. Görürsünüz, yenə sayları bərabər. Burada neçə dənə görürsünüz? 3 dənə görmürsünüz, cavab olsa 3 dənə olar. Deyibəndir. Bu o deməkdir ki, bu sualda bütün fiqurlar bir-birinə bərabərdir. Məsələn, rəqəm atmaq da olur da tərəzilərdə bəzən. Məsələn, eyni olan fiqurlara çətin tərəzilər deyirlər. Niyə görə? Çünki bu suallar necə deyərlər? Rəqəm atmaq adamın ağlına gəlmir ki, nə bilim, ikisi də eyni rəqəm. Bunun bəs həlli yolu necədir? Əsl. Bax, buradan K-la elləri sildim. Buradan da K-la elləri sildim. Birinci tərəzidən nə alındı? Ln bərabərdir KK. Bax, buradan qeyd edeyim. Ln bərabərdir KK-ya. Gəlirəm ikinci tərəziyə. Buradan 2 dənə K-mız var, bir dənə də L-miz var, silməsi. Buradan L-miz və 2 dənə K-mız var, sildim. Burada nə alındı? 2L bərabərdir MK. 2 dənə L bərabərdir MK. Bunu yazdım. Sonra nə edirsən? Bunları alt-alta toplaya bilərik. Bax, alt-alta toplayanda nə olur? 3 dənə L, bir dənə M bərabərdir, bir dənə M, 3 dənə K-ya. Bu iki tərəzini alt-alta toplayırsan. Və buradan ixtisarları var son, M-lər getdi. Nə qaldı? 3 dənə M, 3 dənə K deməkdir. Və mən bilirəm ki, L ilə K bərabərdir. Hə, L K-ya bərabərdirsə, bizə götürüb birinci tərəzidən. Bu L ilə bu K-nı apara bilərəm də, düzdürmü? L K-ya bərabərdir axı. Nə qaldı? M də bərabərdir K-ya. Deməli, K həmçinin M-ə bərabərdir. Baxıram ki, bu fiqurların üçü də bir-birinə bərabərdir. Bu M-i yerinə götürüb L yazırsan, olur MLK. Yəni, bunun isbatı budur ki, hansı ki, burada bütün fiqurlar bir-birinə bərabərdir. Görürsünüz, çox adamın ağlına gəlmir. Ona görə də bu cür tərəzilərdə, amma bu şərt ancaq bu şərt daxilində ödənməlidir. Ya 4 dənə burada, 4 dənə buradadırsa bərabər. 5 dənə burada, 5 dənə buradadır, yenə bərabərdir. 3 dənəsə cavab 11 dənə var. Bu nə vaxt alınır? Ancaq bu şərt daxilində. Məsələn, burada 4 dənə fiqur, burada 5 dənə fiqur versən, o alınmır ha, o, tamam? Yəni bu üsul zaten tərəzilərdə çox redki hallarda istifadə olunur. Olur belə. Məsələn, baxıram bu suala. Yəni, ona görə də o birisi üsulu bütün tərəzilərdə eləmək olmur. Xüsusi hallarda olur. Bax, elin 3 dənə M deyil. Qardaş, buradan eli pozub, yerinə nə yazaram? 3 dənə M. Buradan M-lər getdi. 2 dənə də K-lar getdi. Burada nə qaldı? 2 dənə M nəyə bərabərdir? 1 K-ya. 2 M-imiz 1 K-sı, bəs 4 M nədir? 2 K. B bəndi. Bəli. Bitdi, getdi. Bunlar əvəz etmə qaydası. İndi bir dənə sual verin. Bunu baxdıqda bayaq. Bir dənə buna baxın. Bir dənə sual verin. Bunu əvəz etmə nə eləyə bilərsiniz? Bax, məsələn, SP 3 dənə P deyil, qardaş. Buradan götürüb SP-ni, SP ilə 3 dənə P-ni apararsınız.
Bərabər şeylər də bunlar. Ya eyni şeydə SP-ni pozulun. Yenə 3 dənə T yazın. T'lər getdi. Qaldı S bərabərdir T-yə. S T-yə bərabərsə gətirib ikinci tərəzinə S ilə T-ni apararsınız. 1 P'miz 2 T'dir. 2 P'miz 4 T olacaq. Bunu əvz etməklə taparsınız. Bunu toplamayla da sizə bunu alt-alta toplayaq, yoxsa çarpaz toplayaq. Bu əvz etməkdir birinci eləyimiz. İndi toplamayla necə eləmək olar sizcə? Çarpaz toplaq mənə. Çarpaz. Tamam. Çarpaz. Bilirsiniz niyə çarpaz? 2 dənə P-ni istəmir. Bax P-nin qardaş biri buradadır, biri burada. Necə yığaram bir yerə? Çarpaz toplayaram da, bax belə. Bax bu SP-ni götürüb atıram bura. Yazıram ESP. Bax belə yazıram da ESP qarışmasın. 3 dənə T-ni də atıram bura. Bir dəqiqə. Hə, yox, alınmır. Heç nə alınmadı. Hə, alınmadı. Ya bir dəfə alt-alta toplayaq görək nə olur. 3 dənə T-ni atıram bura. SP-ni də atıram bura. Hə, bax, bəzən alınmır ha, gördünüz. Bax, burada SP-lər getdi. 3 dənə də T-lər getdi. Nə alındı? T bərabərdir S-ə. Zaten mən birinci tərəzi ilə aldımsa, S bərabərdir T-yə. Gətirib burada S ilə T-ni aparırsan, eyni yerə gəlsin. 1 P-miz 2 T-dir, 2 P-miz də olub 4-dir. Yəni, bilirsiniz, bəzən tərəzilərdə tuta bilirsən sən alt-alta mı toplayaq, yoxsa çarpaz mı toplayaq. Bəzən tuta bilmirsən. Tuta bilməyəndə də heç nə ziyanı yox. Necə deyərlər? Birini yoxla, alınmasa birisini yoxla. İlla ki alınacaq. Tamam. Bunlar Əslində mən olur. oradan bilmirəm, Aha. çox səhv elədik. Çarpaz eləyəndə bir-birinə eyni hərflər olmurdu. Ondan bilmək olur ki, o çarpaz alınmayacaq. Həm də yəni aşağı müxtəlif çarpaz olanda olur belə. Bundan sonra getmək olmur. Sol tərəfin Yəni- hərfləri başqa, sağ tərəfin başqa, ona görə eləyə Ay, bilmirsən. süper. Eləmək olar. Düzdür. Baxın, tərəzilərdə bəzən rəqəm də ata bilirsən. Necə? Bax, rəqəm atılan tərəzilər çox rahat olur. Düzdür, bütün hamısına tərəzilərin liboysuna rəqəm ata bilərsən. Amma baxır da nə vaxt asan ola bilər, nə vaxt çətin ola bilər. Bu tərəzilərə rəqəm atmaq olur. Hardan bilirəm? Bax, ikinci tərəziyə baxın. Burada hamısı eyni fiqurlarda, düzdür, hamısı A-lardan ibarətdir. Burada hamısı C-lərdən ibarətdir. Elə rəqəmi necə atacaq? Bax, 3 dənə A, 2 dənə C deyil, 3-ün 2-yə deyil, yəni necə atacam rəqəmlər? Elə 3-dən 2 olacaq. Burada tərsini atıram. 3 dənə olanlara 2 atırsan, 2 dənə olanlara 3 atırsan. Bax, həqiqətən 6 6-ya bərabər olur da. İndi, bax, buradan bir dənə B-ləri aparaq. Nə qaldı? A-mız 2 deyil, 2 ilə 2-ni cəmi eləyir 4. C-miz 3 isə B-yə qiymət qalır 1. Bizdən A-C-ni istəyir. A-mız 3-dür, A-mız 2-dir, C-miz 3-dür. Cavab olur 5. Hansı variantı 5 eləyir? B, B, A. B, A bənd. Olur belə. Aydındır. Yəni, rəqəm atılan tərəzilər çox rahat olur. Ki, amma xüsusi halda ata bilirsən rəqəm. Bax, məsələn, baxın, bu tərəziyə rahatlıqla rəqəm ata bilərsin. Hardan bilirəm? Çünki, bax, görürsünüz, 4 dənə B-miz, 2 dənə A-dır. Hamısı eyni figurlardır. Neçə atacam rəqəm bunlara? Sayıları qədər. Yəni, 4-dən 2-ni atacam. Proza tərsinə. 4 dənələrə 2 atacaq. 2-lərə isə 4 atacaq. İndi, A-larım 4, B-lərim də 2. Cəmi nələrdir bunlar? 12. 3 dənə C-miz 12 isə C-lərin hərəsi özü 4. Heç nə. 2 dənə C-ni istəmir, 8 olan. 8 olan nədir? Hansı variant? D, Y bəndi. Olur belə. Məsələn, bax, bu da sadə bir sualdır. Baxmayaraq ki, uzun bir suala oxşuyor. Bax, yox, bu deyil, bir dəqiqə. Bu deyil deyir, mən başqa. Aha. Bax, bu sual. Aha. Buna da rəqəm ata bilərsən. Yəni ki, bax, 2M-imiz 4 el deyil. Onda bir dənə M nədir? 2 dənə L-dir. 1M 2 L-dir.
2 elin yerinə mən onda bir dənə M yaza bilərəm də. 1M 2 el daxil. 2 eli pozub yerinə M yazıram. Deməli 1M nədir? 3 dənə D. 1M əgər 3 dənə D-isə götürüb buradan 1M-i pozub yerinə yazaram 3 dənə D. Oldu 2K-mız 4 dənə D-dirsə 1K-mız da olur 2 dənə D. Rəqəm vaxtı tapa bilərsən. Bax belə ərizləmə ilə də tapa bilərsən. Olmuş olur belə. Davamı növbəti linkdə, yəni linki dəyişək. Tərəzilərin biz alt-alta toplama, çarpaz toplama, əvəz etmə və rəqəm atma üsulları ilə tanış olduq. Hansısa qaranlıq qalsa yenə baxa bilərik onlara. Düz indi qabaqda sual tipləri fərqlər var. Qaranlıq qalan var. Hansı üsul sizə çətin gəlirsə onların bir neçəsinə baxa bilərik. Deyin görün. Ondan heç nə, gəlin mən randomun bir neçəsini göstəreyim. Deməli, çox möhtəşəm bir sualdır. Nədir burada məsələ? Bax, belə bir sistem verib, bizdən 5 dənə A-nın qiymətini soruşur ki, bu hamısı da variantlar B-dir. Nə edərik biz? Ən gözəl üsul. Bax, 2 dənə A-mız nədir? BBC deyil. Bax, gətir buradan 2 dənə A-nı pozub, yerinə yazacağam B, B, C. Buradan da bu 2 A-nı pozub, yerinə yazacağam yenə B, B, C. Və qaldı bir dənə A. Bir dənə A-mız da 4D deyil. Bir dənə A-nı da yerinə yazıram 4 dənə D. Bunu yazdı. İndi. Bizdən deyir ki, bunlar neçə dənə B-dir. Bax, səndə 1, 2, 3, 4 dənə B nağd var. Düzdürmü? Ən azından A ilə B-ni atmazsın. 4 dənə B-miz cibimizdə. Qalır bu C-lər, D-lər və s. Bax, CDD məndə B deyil, görürsünüz. Mən bu CDD-nin yerinə bir dənə B yaza bilərəmmi? 4 dənə var idi, oldu 5 dənə B. Yenə bax, bu CDD-nin də yerinə nə yazaram? Bir dənə B yazaram da. 4 dənə B belə var, 2 dənə B belə olur. 6 dənə B. Olur 6 dənə B. Məsələn, baxıram nəyə? Bax, K nədir? ML, düzdür. Buradan K-nı pozub, yerinə nə yazıram? ML, LM. Və ikinci tərəzidən M-ləri sildim. Nə qaldı? 2 dənə M bərabərdir 2 dənə elə. 2M 2 elə bərabərsə bilirəm bax M elə bərabərdir. M ilə L bərabərdir. Yəni bu K-mız ML deyil. Buradan K-nı yenə pozub, yerinə yazarsan ML. ML. Olur M, ML. Baxıram ki, elə cavab yox. Axı M ilə L bərabərdir. Mən bunun yerinə 3 dənə M yaxud 3 dənə L deyə bilərəm də. Cavab olur 3 dənə M. Sual olan var? Olur belə. Məsələn, nə bir baxaq buna. Burada məsələ nədir? Bax, buradan 2 dənə C-ləri aparaq. 2A, 2B-miz 3 dənə C-dir. 3 dənə. Başqa heç cür alınmır. Alınmadısa, onda bunu belə eləməyik. Get çarpaz toplayaq. Bax, bu 3 dənə A-nı götürüb yazıram bura. 1, 2, bu da 1, 3. B, B, C, C var. Bunları da atıram. Bax, B, B, C, C. Və başlayıram ixtisarlarımı aparmağa.
Deməli, buradan C-lər getdi. 4 dənə. 1, 2, 3, 4. 2 dənə də A-lar getdi. Burada nə alındı? Nə qaldı? B, 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 B. Yəni burada qaldı bizdə nə? 4 dənə B. Bərabər nəyə? AC-yə. 1, 2, 3, 4 dənə B-miz AC-dir. Bu bizə yenə kömək eləmədi. Bəlkə biz nəyi səhv elədik? Baxın görün. 3 dənə A-nı atdıq bura. BB, CC-ni də atdıq. 2 dənə A-lar getdi. 4 dənə C-miz getdi. Qaldı AC bərabərdir 4 dənə B. Heç nə, bu qalsın. 4 B-miz AC-dir. Bu yadımızda qalsın. Başqa görə nə edə bilərik biz burada? Alt-altı toplayanda da deyəsən bir şey çıxmamalı. Gəlib alt-altı toplayaq görək nə olacaq. 3 dənə A-nı atıram bura. BB, CC-ni də atıram bura. Bax. B, B, CC. Heç nə. B-lər getdi, C-lər getdi, B-lər getdi, C-lər getdi. Baxıram ki, 5 dənə C, 5 dənə A-ya bərabər. Ayda görürsünüz. 5 dənə A-mız 5 dənə C-dirsə, deməli A C-yə bərabərdir. C-nin cavabı nəymiş? Elə A-yı. Görürsən, bəzən tutmaq olmayanda illaki bir şey eləmək olur. Alt-alta toplayın. Alınmadı, çarpaz edir. Bu çətin sual idi. Çünki burada A-lar və C-lər bir-birinə bərabər olur. Ona görə ümumiyyətlə bərabər olan tərəzilərdə çətin suallar sayılır. Çünki adamın ağlına gəlmir də eyni rəqəm atmaq. Biz alt-alta topladıq, ixtisar elədik, gördük ki, A-la C bir-birinə bərabər çıxdı. Mən əslində birinci mənə şəxsən necə deyərlər, çarpaz toplama üsulu daha məntiqli gəlmişdi. O da gördünüz alınmadı. Qırıldı qaldı bir yerdə. Ona görə nə edirsən? Alt-alta toplayırsan. Bunu misal üçün rəqəm atmaqdan aləm deyəcək bir-birinə bu sual. Rəqəm zadası. Yəni sən bilirsən ki, A-la C bərabərdir. Heç vaxt ağlına gəlməz rəqəm atmaq. Rəqəm misal üçün bunları 2 atson, bunları da 2 atson, bunlar olur 1. Belə eləsən gedər, amma bu hardan biləsən A-la C bərabərdir. Ona görə də rəqəm atmaq bəzən bizə kömək olur, bəzən olmur. Ona görə də olur belə. İndi başqa məsələn baxıram bu suala. Burada baxıram ki, AB-miz 3, 6 dənə K deyil. Gəl biz belə eləyək. AB-ni pozub yerinə yazaram 6 dənə K. 6-sını da yazmıram, 4-ünü yazıram. Bilirsiniz niyə? İkisi buradan gedəcək axı. Alınır 2B-miz AA 4K-dırsa. Onda 1B-miz nə olacaq? Kim deyər? 2B-miz 2A 4K-dırsa 1B-miz nədir? A, K. A son. 2'ye bölürsen ne bir? A, K. Olur AK. Bir B'miz A, K olsaydı buradan götürüp bir B'ni pozup yerine yazırsan A, K. Olur 4K 1A. Var öyle cevap. Çok güzel. Böyle cevabı yok. Beşle. Böyle cevabı yoksa eğer 4K'mız 4K 1A. Yok da diyesen. Bakın görün. Aha. Belə cavabı yoxdur. Belə cavabı yoxdur. Amma bilirik ki, cavabı bir qeyd edək. 4K 1A aldı. 4 dənə K 1A. Çünki bu ola bilər bizə lazımdır. Gəlin başqa bir yolla istifadə edək. Biz nə elədik burada? Əvəz etmə elədik də. Aha. Gəl bu dəfə alt-alta toplayaq, görək nə verəcək. Buradan AB-ni yazıram. Buradan da 6 dənə K. Yəni ki, 2K'mız burada var, 6'sı da gələndə qısaca belə yazıram da, onu 8K. Ki, yadda qalsın. B'lər getdi. Nə qaldı? 4A'mız
8K-dsa 1A'mız nədir onda? 2K, düzdür? 4A'mız 8K-sa 1A'mız 2K-dır. Hə, 1A'mız 2K-dsa əgər biz bunu almışdıq axı. K, yəni 4K 1A almışdıq. Cavab 3 dənə A var, yoxdur. 2K, 2A var. Cavab B variantı olur. Çünki biz bunu almışıq axı. KK və A. Bax, 2K'mız A'da axı. Mən bu 2K'nın yerinə A yazmam olur. 2 dənə A, 2 dənə K. Təhdid səviyyənin falan tərsi oldu ki, çətin səviyyənin fərqi oldu. Görürsünüz, promoy cavab çıxmır. Biraz uğraşmalısan bu üstündə. Məsəl üçün, bax, bu sual indi burada düz səhvliyi var. Almanca eyni variant. Yerlər dəyişik yazılıb. Və sizdə bunların tərəzilərin arasında necə deyərlər? Şeydir. Ya bu BKK var. Ha. Bunlar aralarında toplama var. Onu nəzərdə qalsın. Olur belə. Bu tip tərəzilərlə bağlı hər hansı bir sualı olan var. İndi bilirsiniz necədir? Bəzi tərəzilər olur ki, həm misal üçün, həm əvəz etmə alınır, həm toplama alınır, həm alt-alta da. Amma yəni bunlar bütün əlverişli həll yollarıdır. Elə tərəzi olar ki, sırf sadəcə bir üsul alına bilər. Ona görə də yəni üsulların hər birini ayrı-ayrı da mükəmməl şəkildə bilmək lazımdır. Bu olur belə. Bizdə bir də var bu cür tərəzilər. Bu cür tərəzilər çox rahatdır. Bunların link suallarıdır. Nə deməkdir bu? Bax, bura linkin dayaq nöqtəsidir. Bura həmişə adlanır 0. Burada məsafələri yazırsan. Bax, bura 1-dir, 2, 3. Bura 0-dırsa 1, 2, 3, 4. Xəttkeş kimi də təsəvvür edeyim. Bax, sol tərəfin momentləri cəmi, sağ tərəfin momentləri cəminə bərabər olur. Bu nə deməkdir? 4-ü 3-ə vurursan olur 12. Üstə gəl. 8-i 1-ə vurursan 8. Bərabər olmalıdır. 4-ü 2-yə vurursan 8. Buna da x deyək də. 4-ü x-ə vurursan 4x. Bunların cəmi 20 eləyirsə, bunlar da 20 eləməlidir. Elə bir. Bura 12. 8 üstə gəl 12. Yəni 4x 12 isə x olur 3. B variantı. Çox sadə bir sualdır. Misal üçün, gəlin yenə birisinə baxaq. İmtahan cavabı bu formada düşür. Bura 0-dırsa, bax 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6. Buna x deyirəm. 6x üstə gəl 5 vur 2, 10. Bərabər olmalıdır. 6 vur 4, 24. Üstə gəl 2 vur 8, 16. Bu tənliyi həll edirsən, nə bil? 40-dan 10 çıxırsan 30. 6x 30 ise x olur 5. Bəli. İmtahan daha çox bu tip düşür. Bizdə bilirsiniz necə olur? Bəzən imtahanda bax elə bir ki, misal üçün yükləri aşağıdan göstər eyni şey. Deyir ki, bax misal üçün bura altını da belə yazırlar eyni şeydə onsuz. Bura 6 yazırlar. Bir dənə də ayağında yazırlar bura tutalım 3. Bu bilirsiniz nə deməkdir? Yəni burada x ümumi yük 9'dur. Yəni onu 9 kimi hesablamalısın. Yəni bəzən tələbələr onu görəndə qarışdırırlar. Məsələn, deyən görün burada var. İşte burada yoxdur. Gəl bir dənə qəbul açan bir suala baxaq. Tərəzilərdən. Yəni buna birinci siz bax.
Məsələn, bunu rəqəmlə ata bilərsən. Hı -hı. 4K-mız bir el deyil. Düşünərəm ki, bunları bir atsam, bura olar 4. Yəni 4-ün biri olmalı da. İndi. K-ya 1, elə 4 atanda 5 eləyir. 5, 2 dənə m-imiz 5 eləyə bilmir axı. Bax, gördünüz, kəsrədə alınır. Qiymətləri 2 dəfə artırır. Buna bir dəfə 1 yox, 2 deyir. Olmasa 2 olsa qoysaydım, alınmasaydı 4 qoyar. 2 dəfə artırın ki, kəsr alınmaz. Bura olur 8. Bura 2-dir, bura 8. Elədi cəmi 10. Onda hərəsi bunların 5 deyil. Qoy hesabla. 5, 5, 5. Bu da 8. Eləyir 23. Hansı variantım 23 eləyir? Yazmışsınız Y variantı. Baxaq görək. 5, 2, bu da 8. 16 üstə gəl, 7, 23. Bəli. Rəqəm atmaqla da eləyə bilərsən. Başqa da ki, nətər alına bilər? Toplama ilə nəzər. MM yerinə kaylı qoymaq olar da elə ikincidə. Elin yerinə nə qoymaq olar? İkincidəki MM-i gətirib aşağıdakı MM Hə, evi Ayşə, hə. yerində. MM-imiz KL deyil. Bax, Ayşə burada MM-i pozub. Yəni nə yazaram? KL. Yaxud LK eyni şey. Olur M, L, L, K. Hə, Ayşə, promo tapılır. Bəli. Doğrudur. Olur bu formada. Burada yox idi ondan. Ben burada var o dediğim sualda. Mesela o sualdan sıkmadı karşımızda ama ev yoktur. Devam burada var. Değil. O mən dediyim o uzanan şey var ya, əlavə xətt çəkir özü üçün. Bir deyil. Hə, bax budur. Məsələn, belə olan halda eyni şeydir də. Yenə başlayırsan, bura 0 deyirsən. Bax, 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6, 7, 8, heç nə. 6, 12-yə vuranda 72. 2 vur 9-da 18. Elədi cəmi 90. Sol tərəf 90-sa, sağ tərəf də 90 olmalı. Bax, buradan 14 kiloqram yük asılı. Bax, bunu 14 kimi götürməz. 14-ü içə vursan 42. 5 vur 8 də 40. Faktı bunlar 82 edir də, bizə 8 xal lazımda 90-a satmaq üçün. 8-ə də 1-ə vursam 8 edir, cavab 1. İmtahanat linkdən, yəni bunlar link sualları adlanır. 99% hallarda bax, bu formalı bir sual istifadə olunur. İndi. Məsələn, baxırıq buna. Bax, ümumiyyətlə linkdə sual hardadırsa, sən birinci onun əksini elə. Sualım sağda deyil, mən birinci sol tərəfi hesablayıram. 8-i 5-ə vuram olur 40. İndi onu nəyə vursam 40 edər 4-ə. Deməli, bu 4 metr məsafədən asılı. Onda ümumi sualımız neçədir? 5-dir də. Çünki bura 4-dür, burada 1. Ümumi olur 5. Məsələn, tutalım burada. Sualım sağdadsa birinci sol tərəfi hesablamalıyım. Birinci sol tərəf hesablamalıyım. 12 nəyə vurmalıyam? Bax, bura 0. Bax, məsafəmiz bu məsafədir ya, tamam mı? Yəni, bu 9-un 6-nın əlaqəsi yox. 12-ni vurmalıyam, bir də baxın, məsafəm 3-dür. 12-ni vuram 3 eləyir 36. 9-u nəyə vursam 36 eləyər 4-ə. Deməli, buradan bura məsafəm 4 olmalıdır. İndi sualın yerinə də qalır da 3. 4 ilə 3-ün cəmi getdi belə. Cavab olur C variantı. İndi sizə bir sualım var. Bir dənə bunu həll edeyim. O şeydir də bunlar. O deyir, müəllimin izah elədiyi, bu da şey, imtahana düşən.
Müəllim, səsiniz gəlmir, ya da məndə problem Aha, oldu. üzülürsən. Hə. Bəli. Bax, elə bil ki, bura 8-dir, bura 5-dirsə, bura qalır 3. Çünki sual sağdadırsa birinci sualı hesablamalısın. İndi 9-u 3-ə vurdum, elədi 27. Bax, bu tərəf də 27 eləməli. Bax, bu 5, buradan bura məsafəni veribdir 3. 5-i 3-ə vurursan 15. 15-i üstə nə gəlsən 27 eləyər, 12. Və buranın momenti 12 olmalı. 2-ni nəyə vursam 12 eləyər, 6-ya. Deməli, baxın, buradan buraya can məsafəm 6-dır. Ümumi 7 isə bura 1 qalırdı onsuz da. Cavab olur 1 metr. Aydındır? Problem yoxdur. Yəni o məsafə dediyimiz yükün asıldığı nöqtədən linkin dayaq nöqtəsinə qədər olan məsafə. Olur bu formada. Ehtiyac var bir dənə də deməyə. Allah bir dənə də üstündən gedək xırdaca. Və bura ümumi 8-dir. Bura 5-dirsə, buradan bura nə qalır? 3 qalır. 3-ü 9-a vurdun, elədi 27. İndi keçirəm bu tərəfə. Çünki birinci sual sağdadırsa, mən birinci solu hesablamalıyım. 5-i vururam 3-ə, eləyir 15. Buranın yükü 15 momenti. İndi 15-i necə eləyim ki 27 olsun? Deməli, buranın momenti 12 olmalıdır da. 2-ni nəyə vursam 12 olar? 6-ya. Bax, buradan bura məsafəm deməli 6-dır. Ümumi bax, bu taxtanın uzunluğu ümumi 7-dir. Amma buradan bura 6-dır. Onda bura bilirsən də 1 metr qalır. Olur B variantı. İndi sizə maraqlı bir sual verin. 29. Üç metr müəllim. Hı -hı. Bizə nə deyir? Bax, deyir ki, sağ tərəfdəki ağırlığı, yəni söhbət bu ağırlıqdan gedir. Neçə metr daha sağa çəkmək lazım? Bax, bunu sağa çəkirəm. Bax, bunu oynadıramsa yerindən, buna görə mən oynadıramsa yerindən. Deməli, sol tərəfim sabitdir. Birinci sabiti hesablamalısan. 9-u 8-ə vururam, olur 72. Bax, buranın momenti oldu 72. Tarazlıqda olmaq üçün sağ tərəfdə 72 olmalıdır. İndi bax, sən bu yükü sağa sola oynadanda dəyişən məsafə olur da, düzdürmü? O linkin dayaq nöqtəsində olan məsafəsi olur dəyişən. 6 sabit qalır. 6-nı nəyə vursan 72 eləyər, 12-yə. Deməli, bu 12 metrdən asılmalıdır. Yəni, bunu 3 metr daha sağa çəkmək lazım. 9-da axı 12-dən asmalısın. Yəni, 3 metr daha sağa çəkmək lazım. Məsələn, bundan bir dənəsi də var. Baxın. Burada nə deyir? Deyir ki, sağ tərəfdəki ağırlığı neçə metr sola çəkmək lazımdır ki, tarazlıqda olsun? Təbii ki, yenə sol tərəfim sabit. 3-ü 12-yə vuram olur 36. Burada 36 eləməlidir. Bunu yükü oynadanda təbii ki, bu 9 sabit qalır. 9-u gələk 4-ə vurasan. Bu 4 metrdən asılmalıdır. 4-dən asılmalıdırsa 10 metrdən asılmalı. 4-dən asılması üçün 6 metr daha sola çəkmək lazım imiş. Bəli. Əsasən dövlət qulluq imtahanında istifadə olunan tərəziləri bunlardır. Ben sizə bir dənə tərəzi göstərəcəm. Prosta istəyirəm ki, bu sualı biləsiniz. Bu sual daha çox magistr imtahanında istifadə olunur. Dövlət qulluğuna səhv xatırlamıramsa belə bir sual heç vaxt düşmür. Şərt nədir? 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər olan rəqəmlərdir. Bax, 1-dən 9-a qədər rəqəmlərdir. Və burada məsələ nədir? Baxın.
Və əslində çox rahat olur ha bu cür suallar. 1-dən 9-a bu sual bəlkə bir 10 dəfə magistr imtahanına düşür. 1-dən 9-a qədər rəqəmlər olur. Belə suallarda ən çox olan yerdən başlamaq məsləhət görülür. Yəni, bax, görürsən 5 dənə fiqur bir dənə günəşə bərabər. Sən üçbucaqları ancaq neçə ata bilərsən? Ancaq 1 ata bilərsən. Hə, niyə görə 2 atmayım? Bunları 2 atsam, onu 1 atır. Gəl ulduz olmasın günəşin. Deyirdi axı 1-dən 9-a qədər rəqəmlər olur. Ona görə üçbucaqları ancaq 1 atırsan. 5 eləmədi, tarazlıqda olmasın, bu da 5 olmalı. İndi gəlirəm bura. Bu 5 isə onda üçbucaqlara nə atır? Ancaq 2 atımda var. Görürsünüz, bura daha ağırdır. Fikir verin. Daha aşağıdır. O şeydir də, o deyil, ağac bar verəndə başını aşağı sılar. Görürsünüz, daha aşağı əyilibsə, bura daha ağırdır. 5 nədən ağırdır? Deyə bunlardan. Bunlara 1 verə bilmirəm, axı 2 vermədim. Sonra gəlirəm hara? Mən bunlara 3 versəm, eləyir 6. 6-dan ağır 7 də var, 8 də var, 9 da var. Ehtimalım çoxdur. Amma 4 versəm, eləyir 8, 8-dən ağır ancaq 9 var. Sizcə hansını yoxlamaq birinci daha məntiqli olar? 4-ü yoxlamaq. 4-ü yoxlamaq. Çünki mən burada 3 yazsam, nə bilim, 7 də ola bilər, 8 də ola bilər. Ehtimal çoxdur. Ona görə birinci biz 4-ü yoxlayaq. Eləsin 8. 8-dən ağır nə var ancaq? Ancaq var 9. Hə. Və Əlimizdə qaldı 3, 6, 2. ASO. Uzaq başı 1-dən 9-a qədər rəqəmləri yazarsın. Bax, 1 istifadə olunub, 2 istifadə olunub, belə-belə. Yəni, olsa kifayət də baxa bilirsən ki, əlimizdə yoxdur 3, 6, 7, bir də 8. 3, 6, 7, 8. Və baxıram ki, bax, bu sol tərəf daha çoxdur da, bu sağ tərəf daha azdır və bərabərsə bunlara balacaları verirəm. Bax, gəl biz bunlara verək 3, 3, 6, 3-ləri verək. Buna da verək minimum qiymət 6, 3-dən 6 getdi. Cəmi edir 12. Bu dairəm 4-də axı. 4-ü üstünə nə gəlsəm 12 eləyər 8. Hə, indi bir dənə istifadə olunmadı 7. 7 də ulduzdur da. Görürsünüz tərəzilərdə ulduz yox idi. Bundan sonra qoyub hesablayırsınız. Əslində çətin deyil məncə. Gəlin bunun bir dənə də belə bir versiyasına baxaq. Bax, məsələn bu sual. 2 dəfə magistr imtahanına düşüb. Səhv eləməmsə dövlət qulluğunda da bu istifadə olunub bu sual. Çox rahat sual. Keçən il Deyir ki, düşmüşdü hesab etmirəmsə. hara? Magistra keçən il düşmüşdü bu. Hə, 2025-də düşmüşdü bəli. Açıq versiyası düşmüşdü özdə. Açıq idi bəli, ASO. Eyni bu sual düşmüşdü ya özdə. Eyni. Eynisidir. Bax bu sual, bəli, bax bu sualın özü 2021-ci ilin magistr qəbul sualıdır. Bəli, 2025-də Bizdə də eyni ilə açıq magistr. düşmüşdü keçən il. Aha. Özü açıq. Bax burada qapalıdır. Magistr açıq sual düşmüşdü. Hələ bu elə odur deyəsən. Mən açıq qoymuşam bunu. Nəsə. Dövlət qulluğunda da bir dəfə istifadə olunur. Bax çox rahatdır. 1-dən 9-acan rəqəmlər görürsüz. 2 dənə tərəzi verir və deyir ki, bunlar 1-dən 9-a qədər rəqəmlərdir. Uyğun olmayanları tapırsan. Bax heç nə. Başlayaram görsən bax buradan. Bax bir dənə fiqur bu qədər həngamədən daha ağırdır. Mən orada bunlara minimum qiymətlər verməliyəm də 1-dən 9-a qədər olmalıdır axı bunlar. Bura maksimum 9 yaza bilərsən. Bax, ən çox olanlara minimum qiymətlər verməlisən. Bəli, bu sual öz 2021-də düşüb dövlət qulluğuna. Bax, bunlara verirəm 1. 2 verə bilmərik çünki çox olar. Şu 2 versən çox olur. Elə ki, bu suallarda ən çox olan nədir? Onlara balaca qiymət verirsən. Bunların cəmi elədi hal-hazırda 8. 8-dən ağır nə var? Ancaq 9 var. Buraya yazıram 9. Gəlirəm ki, bax bu qədər həngamə bunlardan daha yüngülsə bunlara minimum qiymət verirəm. 1 ilə 2 zanit daxil. Uca keçərəm 3 bucaqlar çox olduğuna görə bunlara 3 verirəm. Sonrakılara verirəm 4. Buna da minimum verirəm 5. Toplayıram bunları olur. Deməli 9, 22. Bura minimum 23 zad eləmə. Əlimdə yoxdur 6, 7, 8. Necə verərəm qiymətləri? Bura ağır olmalıdır axı. Bunlara 8-i verərəm. Burada 7 verirəm. Zaten güclə bəla ilə 23 düzəldir. Görürsünüz ki, ağırlıq olsun. Heç nə. Hansı rəqəm istifadə olunmadı? 6. 6 da bax ulduz imiş da. Fiqurlardan biri tərəzidə yox. 6. Və indi sən nə edirsən? Bax bunları götürüb bir-bir yoxlayırsan ki, hansılar uyğun deyil. Məsələn, bax bu qara üst buzağım 4 idi, bu da 5 idi. Elədi 9, bunlar da 3 idi də hərəsi. Ödəyirmi? Ödəyir. Görürsünüz.
Bu düzdür. Bunu da yoxlayırsan ödəyir. Misal 3 ilə 4 ödəm. Gəllə 4-ü elə belə yoxlayaq. 5, 5, 5, bu da 4. Elədi cəmi 19. Bu şey 6 idi axı ulduzun. 6, 6, bu da bir 13. 19 axı 13-ə bərabər deyil. Yəni bu 4 səhvdir. 3 də səhv olur. Yoxlasaz tarazlıq pozulacaq. Tamam. Yəni yadda saxlayın ki, bəli, həmişə uzun suallar rahat olur, daha rahat olur. Bunu yazandan sonra bir variantları yerinə qoyub baxırsan ki, 3 ilə 4 ödəm. Bir dənə də bir sual istəyirəm sizə göstərim bu sualla bağlı və yenə. Bu da magistr imtahanına düşüb. Çox rahat sualdır əslində. Yenə şərtlər Bir deyil. də kvadratlara 1 verə bilərim. Bəli, bax yenə 1-dən 9-a can rəqəmlərdir və fiqurların da biri tərəzidə yox. Bilirsən ki, bax bunlar daha yüngüldür axı. Bunlara 1 verərsən. Bu qaralara 2 verərik, düzdür? Qara dairələrə. Bax 12 dənə var da bundan. 12, 6 vur 2, 12. 12, 12 olur 24. Onda dairələr neçədir? 8. 8 yox. 8 olsa bərabər olar. 9. 7. Versən fikrimdən. Düzdür? Ayırsın. Bax 9 verməliyəm ki şey olsun. İndi indi keçirəm bu tərəfə. Bax bunlar daha çoxdur axı. Gəl biz bunlara şey verək, 3 verək. 1 ilə 2 zabitdir axı. Bunlara verirəm 3. Onda bunlar olur 4. Burada olur 5. Bunları toplayırsan eləyir 25. Əlimdə qalıb 6, 7, 8. Bunu necə paylayayım 6, 7, 8-i ki 25 olsun burada? Çünki bərabərdirlər axı. Üçbucaqlara 6 verə bilərik mən. O biri də 7. Bəli, 6, 6, 6 eləyir 18. Burada qalıb 7. 3 tapıldı. Bitdi, getdi. Bir dənə istifadə olunmadı 8. 8-də ulduzdur. Yəni tərəzidə olmayan fiqur 8. Düz bu suallar dövlət qulluğuna ret hallarda istifadə olunur. O da bayaq göstərdiyim sual. Bu misal belə şey sizə təbii ki düşməz. Sadəcə göstərməyin məqsəd odur ki, yəni çox rahatdır. Sual magistr imtahanında situasiya tipli olur. Buna aid 3 dənə sual soruşur. Misal deyir ki, hansı ədədi ifadə edən fiqur tərəzidə yox idi 8-i? Bu ağ dairəyə neçə atdıq biz? 9 atdıq, görürsünüz. Bax, əsas məsələ, bura daha ağır. Ya, bura çox adam 8 zat yazır. Olur belə. Və bu da olur bizim tərəzilər.